Norveç'te yaşayan herkesin vergi beyannamesi bütün ictimaiyyete açıktı. Futbolçuların, siyasetçilerin, hekimlerin, şirket sahiplerinin, bir sözle hamının ne kadar kazanıp ne kadar vergi verdiğini hamı bilir. Her ilin oktyabrında devlet bütün vatandaşlarının vergi beyannamesini online olarak yayımlayır. Həmin sənəddə bütün vətəndaşların illik gəliri, illik ödədiyi vergi və ümumi sərvəti qeyd edilir. Yəni, sən qonşunun və ya dostunun nə qədər qazandığını və nə qədər vergi ödədiyini asanlıqla öyrənə bilirsən. Bu məlumatların açıqlanmasındakı məntiq belədir. Əgər sənin qonşunun, dostunun və ya qohumunun gəliri azdır, lakin həmin adam Ferrari sürürsə, deməli burada şübhəli məqamlar var. Bu şübhəli məqamlar şikayət edilərək araşdırıla bilər. Buna görə də hər kəsin vergi bəyannaməsi yayımlandığı üçün heç kim vergidən yayına bilmir və bu məsələdə qanunsuzluqlar baş vermir. Bir məsələ də var. Sistemdə qazancına və ödədiyi vergilərinə baxdığın şəxs hesabına kimlərin baxdığını da görə bilər.